Məncə analatan sənin kimi uşaqlar olduğuna görə çox peşmandılar. Deməli uşaqlar, bu gün ilin son sizinlə belə etkiləşimli olan videosu ilə qarşınızdayam. Bu gün peşmançılıqlarınızı oxuyacağıq. İkinci bölüm. Bəli, birinci bölümünü azdan çoxdan sevmişdiniz, o qədər sevməmişdiniz. Azdan çoxdan sevmişdiniz deyə. Bu gün ikinci bölümünü çəkirəm. O yüzden qoşa. Bu gün görə nətər biabırız şeylər eləyibsiniz də, onlardan peşman olubsunuz. Mənə peşmançılıqlarınızı YouTube və Instagram üzərindən yazdınız. Əgər Instagrama gəlmək istəyirsinizsə, burada gördüyünüz Instagram səhifəmə gələ bilərsiniz. Belə şeylərə qasılmamaq üçün deyirəm və keçirəm. Görəm mən nətər biabırsız və peşmançılıqlı şeylər yazır. Cümləyə bax bir də. Anama nənəm daha qəşəng yemək bişirir demək. Ay zibil, ay zibil. Dostum, sən nənən bəlkə də 10-15 ildən sonra bu dünyada olmayacaq, amma anan hər də səndən bir rahat bir 50 il də yanında olacaq. Buna görə ananın qədrini bilməsən dostum. Astu magistr. Hə, sən qurban ol Astu magistr nə falan deyirmişəm də. Yəni mən də peşmanam bu arada, həqiqətən deyirəm. Nə verməyin inşallah Astuya magistra verməyin. Axırıncı dəfə elədiyim Temu alış-verişi. Temuda indiyə qədər var. Bir dəfə də olsun alış-veriş eləməmişəm də. Mən sponsor versəydilər alış-veriş eləyərdim Temuda. Bu arada siz indiyə qədər Temuda nə qədər sifariş verirsiniz? Yəni nələr alıbsınız da, ürəyinizdə yatan bir şey olubmu, olmayıbmı? Onu yorumlara qismə yazmayı unutmayın. Mənə də maraqlıdır həqiqətən. 11 yaşında qəlyan və siqaret çəkməyim, tutuldum. Yaxşı tutulsan, hala indi bu peşmançılıqdır. Yəni indi sən bundan peşman olubsan da indi çəkmirsən, belə şeylər eləmirsənmi? Əgər həqiqətən yaxşı, çünki 11 yaşında qəlyan nədir? Sən məndən məzələnəsən, ha? Yəni kimsə öyrədib 11 yaşında belə şeyləri. Həqiqətən çevrəvi dəyişdirməsən də konkret. Brawl Stars işləmək, imtahana hazırlaşa bilmirəm. Dostum, sən belə tövsiyə vereyim, silmək. Belə bir şey çətin bir şey deyil. Sən öldürən, yəni bir oyun necə sizi belə yoldan çıxarda bilər də. Məsələn, telefonda Brawl Stars var, heç oynamayım gəlmir, Allah deyirəm. Əvvəllər çox maraqlıdır, həqiqətən maraqlı idi. Prosta indi həqiqətən də video çəkəndən keçənə girirəm o oyuna. Məsələn, Ramal deyirdi məsəl üçün. Telefonda Brawl Stars yükləyir, hə? O adam oynamadan dayana bilmir, ha. Ancaq silməklə qurtula bilir. Mən başım çıxmır. Telefonda var Brawl Stars. Görürsən işimi gücümü görürəm. Mən gəlib Brawl Stars oynamıram ki. Azərbaycan çempionatına qatılıb getməmək. Qatılırsan və getmirsən. Bir də qatılırsan, qəbul olunursan və getmirsən. Həqiqətən peşmançılıq deyə. Keş sənin qabağında nə qədər parlaq bir gələcək var və sən 50 tərsinə onu itirsən. Həqiqətən çox böyük peşmançılıqdır. Saçım anama xiyar demişdim. İnşallah keyfiyyətli bir şəkildə döyülmüşsəndir. Döyülməyibsənsə böyük ehtimal peşman da olmalısandır. Amma bir insan anasına niyə xiyar desin? Nə qədər balaca, nə qədər axmaq olasan, nə qədər xiyar olasan, sən özün xiyarsan da başa düşürsən. Yəni bir insan anasının qarşınıza belə bir söz istifadə edə bilər. 3 il əvvəl rayonumda qaynanamla yoldaşımın istədiyi yox, öz seçdiyim Xaninka bəzədilmişdim. Xaninka nə? Xanikma nədir la? Xanikma. Parxmaxır deməyə çalışır yəqin. Parxmaxır. Bu var. Yeni bir sözün kilidi açıldı. Bəlkə də siz bilmirsiniz. Bizim tərəflərdə əldə edilir. Salon, qadın salonu. Öz seçdiyim məni piscən qoymuşdu. Onlara qulaq asmadığıma görə peşman deyir. Sən nə biləcəkdin? Məsələn, öz seçdiyin məsələn pis eləyəcək. Bəlkə də onların seçdiyi də səni pis günə qoya bilərdin. Məsələn, bunu bilə bilməzsən axı. Buna görə də çox da peşman olmaya ehtiyac yoxdur. Zaten bir günlüyünə o əyədiklər, düzəltdiklər ondan sonra pozulur da. Yəni uşaqlara üzümü xoş göstərmək. Bu arada bunu bir dənə müəllim yazıb, tanıyıram da bunu yazan müəllimi. İndi başıma çıxırlar deyir. Həqiqətən var, indi uşaqlara xoş üz göstərməli deyirlər. Yəni biraz istəyir ki, adam, yəni müəllimlər nəzərdə tuturam da, biraz səmimi olsunlar, biraz yaxınçılıq qursunlar falan filan ki, yəni dərs maraqlı olsunlar. Yox ey qardaş, bu uşaqlar azı müəllim başa nar çubuğu ilə rəqsam bəlkə belə düz eləyir. Sat imtahanı vermişdim. Sat nədir bilmirəm bu arada. 50% təqaüd ilə İtaliyada oxuya bilərdim. Məzələnsən Allah. Amma getmədim, uzaq idi deyə. Məzələnsən Allah. Oy zibil. İşte bayaqki dediyim şey sənə də aiddir də. Yəni bəlkə də həyatının şansını yəni bu dəqiqə əlindən qaçmış bulunursan da bunu eləməklə. 50% təqaüd qazanırsan, onda getmirsən. Özü İtaliyada zor deyə sən öyle deyirəm. Amma getmirsən də artıq zor deyil. Ya bəlkə də evdəşlər sənin beynini doldurmuşdular ki, İtaliyaya nə gedirsən, necə ödəyərik, ev pulusu var, yemək pulusu var, nətər qalarsan orada, yaşaya bilməsən kimi şeylərlə sən başı doldurmuşlar. Yeni ildə fişək partladanda zarafatı bibim gəlin tərəfə tutanda saçını yandırma. Abi fişək oyuncaq deyil. Fişək uşaqların əlinə veriləsi bir şey deyil. Niyə yəni bibin tərəfə tutasan da? Özü bibin də nə alıb vermədiyin var da? Bibin də yox, bibin gəlini. Bibin olsaydı yenə yaxşıdır. Fişək çox təhlükəli şeydir uşaqlar. Belə şeylər eləmir. Sadəcə havaya. Bir dəfə kənddə qar yağmışdı və uşaqlarla iddiaya girdik və qarda dala salto vurduq və qolum çıxdı. Bu salto vurma işi var. Bunu UFC-də bir ara eləyə bilirdi. Prosta normal yerdə eləyə bilmirdi də. Şeyin üstündə falan eləyir. Xalçanın üstündə falan eləyə bilirdi. Yoxlamayın. Bu arada yoxlamayın. Heç yoxlamayın var. Belə şeylərə heç ehtiyac yox. Siz Arch of Speed deyəsiniz, dala backflip atasınız. Müəllimə 10 günlük bir tapşırıq vermişdi. Mən hər gün təxirə saldım. Sinifdə bildim ki, niyə 10 gün ay zülə qalsın bu. Çox pis bir şeydir dostum. 10 gün nə verib? Müəllim indi səndən məzələrdə bol-bol vaxt verib ki, özünə vaxt ayırasan. Təbii ki, yox. Çox çətin ki, o cürə 10 gün vaxt verdi. Məzələnsən məndən. Məktəbimi dəyişdim və məktəbdə uşaqlar tərəfindən həmişə zorbalanırdım. Bu arada məndə belə idi, bu arada. Mən də məktəbimi dəyişəndən sonra oradakı uşaqlar tərəfindən başqa yerdən gəlirdim deyə mən də zorbalanırdım. Bu arada heç sevinmirdim hətta. Rəşidlə bir yerdə qalmışdım. Hətta normalda birinci olduğum məktəbdə Rəşidlə aram heç yox idi da, başa düşürsən. Məktəb dəyişəndən sonra oradakılar o qədər pisdir ki, sən öz məktəbində olan pis belə sən yaxşı gəlməyə başladı. Başa düşürsən. O cürə Rəşidlə mən aram düzəlməyə başladı. Şaş düzəlmədi. Belə bir şey eləyən uşaqların nə bilim, IQ səviyyəsinin yerlərdə olduğuna əminəm də, yəni konkret. Maşınımı dostuma ucuza satmağım, ya satmazdım ya da baha satardım görə. Sənin heç yoxmu? Valla maşının zadın da var, plus da ki onu dostuna sata bilirsən. Bu arada yəni maşını dostuna ucuza satmağından peşmansansa, əgər sən yaxşı bir dost deyilsən, çünki dostuna yaxşılıq eləməyə çalışırsan da dostum. Sırf dostundur deyə nə qədər dost işlətmə bir dənə cümlədə. Sırf dostundur deyə zaten ona ucuza satmısan. Yəni ondan peşmansansa, get de ki, qardaşım mən sənə ucuza satmışdım. Frost in the flight yazım var. Mənə bir 2000 də atış elə. Sonunda dünya var, dağılır elə. Mamama qulaq asmamaq, nə dediyini soruşsam bilmirəm, çünki qulaq as.
Bu dəqiqə çöldə bir dənə uşaq maması ilə dava eləyir, deyir ki, heç birini üzümə deyə bilməzsən falan filan deyil. Ay, indi uşaqlar böyle bilmirlər, sən öl deyəndə yəni. Birinci sinifdə oxuyanda məni öpmək istəyən 11-ci sinif qızlarla qaçır. Çox peşman olmuşlardır, həqiqətən çox peşman olmuşlardır. Yəni bir dənə video görmüşdüm. Hansısa bir dənə ünlü bir dənə qadın müğənni idi də. Hansısa bir dənə uşağı öpmək istirdi. O isə qoymadı. İndi deyir ki, uşaq böyüyəndə indi o videonu görsə deyir ki, nə qədər pis olar deyir ki, o qədər dünyaca ünlü nəsə Shakira desən. Shakira onu öpməyə çalışıb ancaq icazə verir. Adın suya qəbul olma. Dostum, hələ peşman olmamısan məncə. Kəssəndən sonra daha çox peşman olacaqsan. Anamla danışanda anama səni sevirəm sözünü tamamlamadan söndürmə. Ay zibil. Məncə ondan sonra peşman olmaq üçün bilirsən nə qarsan. Təzədən arxaya girsən və o sözü sən deyirsən dostum, görsən həll olundu. Amma böyük ehtimal sən ağla girməmişdir bu. Mən kimlə dalaşıram, özümü tuta bilmirəm, gözlərim dolur, nə etsəm də bunu dayandıra bilmirəm deməyə çalışıb yəqin. Bu arada bu gözlər dolmaq söhbəti var, yəni olur, bəli, olur belə şeylər. Özünü tuta bilmirsən, özünü zəifmiş kimi göstərsən başda. Normalda zəiflik deyil, prosta avtomatik olur da, bilirsən özünü tuta bilmirsən, nətər olursa. İndi YouTube-da şarkı seçir, hələ YouTube nətər şeylər yazır. Bir dəfə uşaq vaxtı babam gildə idim, ondan sonra babamdan pul istədim. Televizora baxdım, ondan sonra dedi, gözlə buna baxım. Ay, buna cümlədən ha. Mən də dedim, heç baxmıram, lazım deyil. Qapıyı çırpıb getdim. Ondan sonra babam rəhmətə getdi. Adımı gizlədi falan. Zaten heç kəsə adım vermirəm. Siz niyə hər dəfəsində deyirsiniz? Adımı gizləd. Abi böyle işlərinizə yəni beləncik trip fason hərəkətdə eləməzə heç ehtiyac yoxdur. Çünki başa düşmürlər. Bəli, yəni ayıb olmasından falan keçdim, başa düşmürlər. Yəni tripizi yəni heç vecdana deyirlər. Başa düşürsən, sən qapını çırpdın yoxsa nağanı. Bilir ki, sən onun uşağısan, ya ki nəvəssən də. Axır ki, fırlanıb onun yanına gələcəksən də. Yəni buna görə belə şeylər eləməyə ehtiyac yox. Həmişə nənəmə pis davrandım. Niyə nənənizə, babanıza bu qədər nifrət edirsiniz? Allah mən başım çıxmır. Öldükdən sonra peşman oldum. Sən ancaq öləndən sonra peşman olarsan. Sənin videoların keşfetmə çıxması. Mırtsan da indi onda niyə yazırsan ki görürəm başa düşməm ki bura. Oy zübül bura da la dastan yazıb kimsə. Oxuyaq. Dastan arada lazımdır. Arada bir dastan götürürəm. Sonra siz dastan yazın. Universitetdə dost olduğum və xoşladığım oğlan xəstələnmişdi. Tək yaşayırdı və evini bilirdim. İstəsən gələrəm baxaram sənə dedim. O da gəl dedi. Getdim və uşağın maması kimi baxdım. Maması kimi özdə. Sırf mənə qarşı bir şey hiss eləyər deyə, sevgi olaraq deyə. Bir dəqiqə. Bunu bir qız mı yazıb? Sevdiyim uşağa deyir çünki. Oğlan xəstələnmişdi deyirmişəm. Mən uşağa ilişirəm, oğlan deyirəm orada. Ümidi var, bir şey nəsə sevgi olaraq da o cür yaxşı davranmağa çalışdım. Yaxşı ki varsan çox sağ ol deyib dururdu. Ümidlənmişdim. Ona baxa mən də xəstəliyim tutdu, amma fərqində olmamışam. O sağaldı, mən xəstələndim. Oğlan mənimlə maraqlanmadı təbii ki. Allah şəfa versin. Yəqin məndən keçdi falan bağışla dedi. Nağarsın o da gəlsin də evində baxsın. Prosta sən gedib ona evində baxsansa, o da belə bir şey eləyə bilərdi. Bir müddət sonra ona açıldım, dedim ki, səndən xoşum gəlir. O məni rədd elədi. Mən o qədər sənə baxdım, sonra da sənin üzünə xəstələndim deyə ağladım. Bu elədiyim bu arada səhvdir bu arada. Onu şəş deməzdin də, yəni şəş üzünə vurmazdın. Çünki bilirsən nətərdir dostum. Bilmirəm. Və sən onun evində olarkən sən hiss eləməliydin ki, bu uşağın səndən xoşu gəlirmi, yoxsa gəlmirmi də, başa düşürsən? Oğlan da əsəbləşdi təbii ki, üzümə vurduğum üçün, yəni təxmin etmişdim. Dostluğumuz da pozuldu. Həm qarşılıqsız yaxşılıq eləməkdən, həm də uşaq kimi etdiyim yaxşılığı üzünə vurmaqdan. Hə, bunu başa düşürsən ən azından. Mən də məni sevmədiyim bilə-bilə ümid bəsləməkdən peşmanam. Ən azından bax elə bu dediyim yerə gəlib çıxır. Yəni sən bilirsən ki, yəni o səni sevmir də. Prosta yenə də bilə-bilə yəni asılırsan. Bu arada ona ehtiyac yoxdur ki, yəni birindən əgər xoşuna gəlirsə, ondan bir qığılcım görmüşsə, əgər asılmağın heç bir mənası yoxdur bu arada. Üzüm çox parıldayır, bu nədir la? O cür deyirlər də sifət və pudra vurursan. Ən çox da ümid bəslədiyim üçün peşmanam əslində. Gərək yox idi, cahillik. Yəni arada həyatda belə cahillik ola bilər dostum. Ən azından bundan dərs çıxarırsan da, gələcəkdə belə şeylər eləməsən ya da kimsə evinə gəlib onu uşaq kimi baxmarsan. YouTube-da oyun videoları çəkmək. Bu nə dərəcədə peşmançılıq ki, başa düşmürəm. Yəni bir yerə çıxıb gələ bilmədiyə görəmi peşmansan yoxsa nətər? Bu dəqiqə yəni mən köhnə kanalımda türkcə videolar çəkmişəm. Ondan belə peşman deyiləm də. Yəni çünki o videolar olmasaydı bəlkə də indi burada olmayacaqdı. Buna görə də elədiyiniz köhnə şeylərdən çox da peşman olmaya ehtiyac yoxdur. Türkcədəki YouTube-da elədiklərinizdən. Şu an vaxtın nənəmin lüt görün. 2-3 dənə nənə etirafı görmədim burada. Bu nənəni gördüm, bir özümə gəldim ya. Ay nənə lüt gördün də qardaşım, bundan niyə peşmansan? Nənə də bu ola bilər də yəni. Eyni evdə yaşayırsan da, yəni son dərəcə normal bir şeydir bu. Anamın özü üçün saxladığı tortu yemək. Ay zibil. Sən nə cındır adamsan ha? Sən gedib anavın özünə görə saxladığı tortu yeyirsən. Get tez anama bir dənə tort alırsan və gedəcən verirsən. Utanmazın biri utanmaz. Davada söz güləşdirirəm, amma evə gələndə başqa ağır sözlər ağlıma gəlir. Bu söhbət hamıda var ya. Məsələn, bir söhbətin ortasında ağlıma gəlmir nəsə demək. Prosta gecə vaxtı yatanda sən beynin deyir ki, "Duraya qardaşım, bir dənə dava vardı, yadındadır. Kaş orada bu sözü deyərdin." Nə deyib sən beynin sən xiyar eləməyə başlayır. Beynin bizdən alıb vermədiyi nə var? Mən başım çıxmır ya. Riyaziyyat dərsində telefona baxmaq müəllim aldı, qırdı. Qırdı mı? O günlərdə bir dənə video gördüm bu arada. Başqa bir ölkəydi bu arada. Haraydı bilmirəm ya. Sim falan idi deyəsən səhv eləmirəm. Müəllim uşağın telefonunu götürmüşdü. Şeyə vurdu. Mismarla deşirdi uşağın telefonunu. Deyirəm müəllimin bunu eləməyinə haqqı var. Okey, yəni elədiyi səhv bir şeydir. Başa telefonu al, gedəndə verərsən heç olmuyor. Bu qırmaq nədir qardaş? O pul sənin cebindən çıxır. Yəni o pul sən verməmisən də başa düşürsən. Yəni bu ailəsinə güc düşür. Ailəsi gəlib yəni onu şikayət eləsə, yəni haqqıdır da başa düşürsən yəni. 300 manat, 400 manat telefona pul ver, hə. Ondan sonra gəlsin bir dənə müəllim qırsın, nə var ki, məktəbə gətiribdi. Velet dövründə türklərə fan hesabı açmaq. Bu haqqda çox da fikir bildirmək istəmirəm. Baxır kimə fan hesabı açırsan da dostlar. Ən vacib işləri son ana saxlamaq. Yəni məncə var ha, bu hamının peşmançılığı ola bilər. Sən öldürəm, imtahana son gün hazırlaşmaq, nə bilim. Bir yerə gedəndə 5 dəqiqə əvvəl hazırlaşmağa başlamaq ya da bunun kimi tipdə şeylər də var. Ağlınıza gələn varsa yorumlar qisminə yaza bilərsiniz. Məktəbdən məndən xoş gələn oğlanı mən istəməmişdim. İndi universitet işimizdə o günlərdə gördüm çox yaraşıqlı oldu. Görürsən, sonrakı peşmançılıq xeyir vermir. Bir qızla tanış olmuşdum və o məni sevirdi, amma mən onunla
dost oldum. Hazırda nə hal-hazırda hamı o qızı sevirəm. Məktəbən yaxşı qızı oldu, peşman. Bu da bəxşi temaya oxşayır. Dost oldum nədən? Ya sevgili ol, ya da ki o heç nə olma. Dost oldum nədir? Dost oldum nədən? Yəni dost olmaq başım çıxmır ya. Öz cinsizdən adam tapamırsınız, gedib şeylə başqa cinsdən dost olursunuz. Nəysə, bu video bu qədər idi. Bu ilin son belə bir şey oxuma videosuydu. Ümid edirəm videonu bəyənərsiniz. Deyirəm və bu videonu sonlandırıram. Sizin də peşmançılıqlarınız var. Yazın yorumlara. Gəzin.